Azərbaycan çempionu Qarabağ uzun müddətdir gündəmində saxladığı Braziliyalı hücumçu Andrei Clovisin transfer qiymətini açıqlayıb. Portuqaliyanın Akademiko klubu 28 yaşlı forvardı satmaq üçün 3 milyon avro tələb edir. Andrei Clovis cari mövsüm 20 rəsmi oyunda 15 gol vurmuş, 2 məhsuldar ötürmə vermişdir. Bu isə onun hücum potensialının nə qədər yüksək olduğunu göstərir. Braziliyalı forvard həm də Qurban Qurbanovun transfer siyahısında 2025-ci ilin yayından bəri yer alır və Qarabağ hücum xəttini gücləndirmək, Avropa Liqasında daha uğurlu çıxış etmək istəyir. Amma bu transferin reallaşması elə də asan görünmür. Andrei Clovisin xidmətində yalnız Azərbaycan çempionu deyil, Çin Super Liqasının Wuhan Free Towns klubu da maraqlıdır. Bu da potensial transferdə rəqabəti artırır və Qarabağ üçün əlavə çətinliklər yaradır. Andrei Clovis kimdir? Doğum tarixi 1997. Vəzifəsi hücumçu, son klubu Akademiko, Portuqaliya. Cari mövsüm statistikası 20 oyun, 15 gol, 2 məhsuldar ötürmə. Bu transfer baş tutsa, Qarabağın hücum xətti daha da güclənəcək və komandaya Avropa arenalarında böyük üstünlük qazandıracaq. Sizcə, Andrei Clovis Qarabağa keçəcək, yoxsa Çin klubu onu ələ keçirəcək? Abunə ol və ən son futbol xəbərlərindən xəbərdar ol.